Salam, hər vaxtınız xeyir olsun bir daha. Əgər ingilis dilində danışarkən hələ də beyninizdə cümlə qurmaqda çətinlik çəkirsinizsə və yaxud səhv olacağını düşünürsünüzsə, bu məhz kiçik qrammatik nüanslardan qaynaqlana bilər. Gəlin bu kiçik səhvləri birlikdə həll edək. Bu kiçik səhvlər sizin nitqinizi bloklaya bilər. Bu videoda məhz həmin sadə görünən səhvlərdən danışacağıq və düşünürəm ki, bu səhvləri kökündən həll etmiş olarıq. Gəlin cümlələrə diqqət yetirək. Baxın, birinci cümlədə həm didn't verib, həm went verib. Biz bilirik ki, went nə zaman işlənir? Keçmiş zamanda işlənir və go feilinin, deməli getmək feilinin keçmiş zaman formasıdır. Go feili qaydasız feildir. Yəni keçmişdə kökdən dəyişərək went olur. Amma burada da keçmiş zamanda verib. Sadəcə olaraq yadda saxlayın ki, əgər biz inkarda və yaxud sual formasında veririksə, deməli cümləni, hansı ki burada inkardadır, bunu da biz not inkar hissəciyindən bilirik. İnkarda veribsə biz onu, yəni həmin cümləni baza formada feil necə idisə elə də verməliyik. Baxın, burada went deyil, elə göstərdiyim kimi go verməliydik ki, bu cür olmalıdır. Əgər went versəz, səhv olacaq. Yəni biz o zaman nəqli cümlədə I went deyə bilərdik, amma inkar cümləsində, sual cümləsində, yəni eyni anda keçmişi göstərə bilmərik. Düzgün qaydamız, deməli inkarda və sualda veririksə, baza formada necə idisə feilin özü o cürdə yazmalıyıq. İkinci cümləmizə diqqət edirik. Baxırıq burada səhv olan nədir? Baxın, burada modal feil verib. Yəni burada göstərir ki, başqa bir modal nə ola bilər? May ola bilər, should ola bilər və s. fərqi yoxdur. Hansı modal olur olsun. Biz burada üçüncü şəxsin təkində göstərilib ki, əsna verib. Biz bilirik ki, üçüncü şəxsin təkində she-də, he-də və it. Yəni üçüncü şəxsin təkində feil özündən sonra s götürür. Məsəl üçün she sings deyə bilərdik. Amma burada əgər modal veribsə onun önündə, modaldan deməli sonra gələn feil, yəni s götürməyəcək, olduğu kimi olmalıdır. Hansı ki cümləyə baxın, diqqət edirsiniz, modal verib və özündən sonra da deməli feil yenə baza formada olacaq, yəni şəxsə və kəmiyyətə görə dəyişməyəcək. Deməli, üçüncü cümləyə diqqət edirik. Baxın, bu cümlədə nə yazılıb? We ilə was verib. Biz bilirik ki, we cəm formadadır. Əgər cəm formasında biz onu gətiririksə, mütləq were olmalıdır. Yəni, bu bunun qaydasıdır. Səhvimiz was olduğu üçün biz onu yaza bilmərik. Və dördüncü növbəti cümləyə diqqət edirik. Baxın, burada inkarda bir cümlə verib, amma üçüncü şəxsin təkində. Üçüncü şəxsin təkində biz don't deyil, nə istifadə edəcəyik? Doesn't istifadə etməliyik. Ona görə də bizim səhvimiz məhz he ilə, she ilə uzlaşması uyğun olmadığı üçün biz don't istifadə edə bilmərik. Məhz göstərdiyim kimi he doesn't verməliyik. Baxırıq burada növbəti cümləyə. Baxın, burada I'm agree yazılıb. Agree feildir, razılaşmaq və biz am, is, are, yəni to be-nin formalarını o zaman işlədirik ki, özündən sonra ismi xəbər gəlsin. Və bu present simple-da, yəni indiki sadə zamanda sadəcə olaraq mübtədanın özü və feil gəlməlidir, hansı ki bu cümlədə göstərilib. Növbəti cümləyə diqqət edirik. Baxın, burada is verib və people verib. People cəmdədir, is isə təkdədir. Biz people-da işlətməliyik, cəmdə işlətməliyik are. Və burada göstərilib ki, there are many people. Bu cür verməliyik və nəhayət sonuncu elədiyiniz səhv she have verib. Baxın, have feili özü deməli üçüncü şəxsin təkində has olmalıdır. Bu da üçüncü şəxsin təkidir she, he. Ona görə də biz onu have deyil, məhz düzgün variant olaraq has göstərməliyik. Düşünürəm ki, video sizin üçün yararlı oldu. Növbəti dərs izahlarında görüşənədək sağ olun.